Salam, hörmətli izləyicilər. Evi sevən damındakı qarğanı da sevər. Qədim Çin deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Dostlar, sevgi nədir? Sadəcə qarşımızdakının yaxşı tərəflərini seçib götürmək, yoxsa onu bütün əlavələri ilə qəbul etmək? Bu qədim Çin məsəli deyir ki, əgər bir insanı həqiqətən sevirsinizsə, onun bağçasındakı çiçəkləri sevdiyiniz kimi, damındakı qara qarğanı da sevməlisiniz. Psixoloji tərəfdən bu şərtsiz qəbul deməkdir. Biz çox vaxt insanları paket şəklində yox, menyudan seçim edirmiş kimi sevməyə çalışırıq. Amma həqiqi bağ elə həmin o qarğada, yəni sevdiyimiz insanın qüsurlarında, onun çətin xasiyyətində gizlənir. Əslində o qarğa bizim dözümsüzlüyümüzün aynasıdır. Əgər evin damındakı qarğa sizi narahat edirsə, deməli sizin o evə olan sevginiz hələ tam deyil. İnsan birini sevəndə onun keçmişini, qorxularını və hətta bizə qəribə gələn vərdişlərini də sevməyə başlayır. Çünki o detallar olmasa, sevdiyiniz o evdə bütöv olmazdı. Qüsursuzluq axtarışı bir illüziyadır, sevgidə bütövlük isə bir sənətdir. İndi gəlin özümüzə dürüst olaq. Sizin sevdiyiniz evin damında hansı qarğa var? Və siz o qarğanı qovmağa çalışırsınız, yoxsa onun səsini bir musiqi kimi qəbul etməyi öyrənmisiniz? Fikirlərinizi mütləq şərhlərdə bölüşün.